Hanım bura bax. Aprelin 19'unda Bakıda kulinariya dünyasının en nüfuzlu hadiselerinden biri olan Beynəlxalq Şeflər Liqasının möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirildi. Tədbirə müxtəlif ölkələrdən şeflər dəvət olunmuşdu. Tədbirin idea müəllifi və əsas təşkilatçısı isə Hilal Star mükafatı laureatı şef Ali Magero idi. Və xanımlar, dəyərli tədbir iştirakçıları, əziz şeflərim, hər birinizi Beynəlxalq Şeflər Liqası qala və mükafatlanma mərasimində xoş gördük. Bugün Azərbaycan növbəti bir beynəlxalq tədbirə ev sahibliyi edir. Əli qardaşımıza öz təşəkkürümüzü bildiririk. Həqiqətən çox böyük bir, gözəl bir təşəbbüsdür, faydalı bir təşəbbüsdür. Əziz qonaqlar, dəyərli tədbir iştirakçıları, dəyərli şeflərimiz və xaricdən Azərbaycana gələn şeflərimiz, hər birinizi salamlayıram. Xoş gəlmisiniz Azərbaycana. Beynəlxalq Şeflər Liqində sizləri görmək çox xoşdur. Mən də bu gözəl qala gecəsinə dəvətli idim və bu dəvət üçün şef Ali Mageroya öz təşəkkürümü bildirirəm. Bu cür tədbirlər məni daha da ruhlandırır və inkişaf etdirməyə motivasiya edir. Bu mükafat mənim üçün həqiqətən də çox dəyərli idi. Hanım bura bax. Bax. Bura da baxın. Bax.